Mən Həsənova Əfsanə 2011-ci ildə Araz Supermarketlər şəbəkəsində ilk addımlarımı atanda bu yolun məni hara aparacağını təsəvvür belə etmirdim. O zaman 10 nəfərlik kiçik bir komandamız, balaca bir ofisimiz var idi. İndi 700 nəfərlik bir ofisdə həmkarlarımla çiyin-çiyinə çalışıram və bu ailənin böyüməsini görmək mənə qürur hissi verir. Və ümumilikdə qeyd etmək istəyirəm ki, Araz əməkdaşının sayı 13.000 nəfəri keçib. Ötən 15 il mənim üçün sadəcə bir iş təcrübəsi deyil, həm böyük bir məktəb, həm də doğma bir ailə oldu. Burada tədarükçilərlə ünsiyyətdən tutmuş, komanda ruhuna qədər hər detal məni peşəkar kimi yetişdirdi. Araz mənə məsuliyyəti, səbri və ən əsası insanlara dəyər verməyi öyrətdi. Çünki burada əsas prinsip sadədir. Qarşılıqlı hörmət, etibar və insani dəyərlər. Bəzən uzun müddət bir iş yerində qalmağımın səbəbini də soruşurlar. Niyə məhz Araz? Cavabım illərdir dəyişmir. Çünki bu yol təkcə mənim yox, həm də ailəmin yoluna çevrildi. Oğlum da iş həyatına Arazda təcrübə proqramına qoşularaq başlayıb. Geriyə baxanda keçirdiyim hissin adı birdir, qürur. İnanıram ki, bu ailənin üzvü olaraq qarşıda bizi hələ çox yeni uğurlar gözləyir. Araz ailəsində olduğum üçün fəxr edirəm.